vacib bir mövzudur. Yəni, Peyğəmbər hər bir fəzilətdən məhrum, cahiliyyətin içində boğulan bir cəmiyyətdə dinə insanları dəvət etmədi. O cəmiyyətin özünə məxsus dəyərlər sistemi var idi, o dəyərləri yaşadan insanları var idi, o dəyərləri yaşadan insanların bir qismi Peyğəmbərlə düşmən oldular. İslamla düşmənçilik mütləq mənada ancaq pisliklərdən qaynaqlanmır. Yəni, onlar inanca sahib və müəyyən fəzilətlərə sahib insanlar idi. İslam gəldi, nə istədi onlardan? İslam gəldi, nə istədi ki, bunlar həzm edə bilmədilər. İslam, əvvəla deyim, çox qüdrətli bir dindir. Qüdrəti də bundadır ki, gələn kimi qapını açmır hamının üzünə. Gələn kimi ilk addımda şərtlər qoyur. Yəni, səndə 5-10 dənə fəzilət var, sən də bizdənsən, gəl qoşul bizə elə bizdənsən, belə demir. Sən də yaxşı adamsan, elə bizdənsən, belə demir. İslam qapıda şərt qoyur insanlara. Sənin 5-10 dənə yaxşı xüsusiyyətin var. Amma bizdən deyilsən sən, bizdən deyilsən. Gələrsən, qəbul edərsən hamısını, olarsan bizdən, sonra sənin zəiflikləri və dözərik. Tədricən əməl edərsən, birdən bir əməl etmək olmaz. Mən cümədə də o barədə danışmışam. Fürsət verir İslam, deyir, abırını aparma, döz, da inkişaf eləsin, səhvləri, xətaları bağışla, göz yum. Bunlar hamısı öz yerində çox güzəşt edir insanlara. Amma özü bir məcmuədir. İslamın problemi bundadır, dinin problemi ümumiyyətlə bundadır ki, din bir məcmuədir. Birini qəbul etməsən kafirsən. 99-unu qəbul elə, məsələn 100-dən. Birini qəbul etməsən, əməl etməsən yox, qəbul etməsən. Qəbul etməsən, sən o dində deyilsən və dinin işini çətinləşdirən budur. Mən məsələni yenə də bu Habillə, Qabildə mən əl çəkmirəm də, bunlarla mən hələ çox işim var. Yenə də o mövzuya qayıtmaq istəyirəm ki, onların davası yaxşı ilə daha yaxşının davasıdır. Bunu yaddan çıxartmayın. Mən bu yaxşı sözünü məqsədli istifadə edirəm. Tarixə gərək belə yanaşaq. Yoxsa nə tarixdən başımız çıxacaq, nə bugünkü günün reallıqlarını düzgün dəyərləndirə biləcək. Dava yaxşı ilə daha yaxşının davasıdır. Bu çox önəmli nöqtədir, çox vacib məsələdir. İslamda ya hər şey, ya heç nə prinsipi ilə hərəkət eləyir. Çünki yaxşılıq ümumiyyətlə nisbi bir sözdür, başa düşürsünüz. Bizim yaxşılıq və pislik haqqında təsəvvürlərimiz yanlışdır. Bəzi yaxşılıqlar var ki, pisliyin bir növüdür. Necə deyim sizə, necə izah edeyim. İslam deyir ki, bütöv küll olaraq məni qəbul edəcəksən, təslim olacaqsan, ondan sonra axsayacaqsan, yavaş-yavaş mən sənə dözümlü yanaşacam. Dözəcək, ta sən yetişəsən, haracan gedə bildin, gedəsən. Amma nəyisə qəbul eləmirsənsə, sən heç nəyi qəbul eləmirsən. Qəbul etməməyivə də dözümlü yanaşım. İndi qəbul eləmirsən, inşallah eləyərsən. Yox, inşallah eləməzsən, özün bilərsən. Yanaşım dözümlü, amma sənin yaxşılığı təsdiq eləmirəm mən. Mən sənin yaxşılığın altına imza atmıram. Paltarımı verim sənə təvaf elə. Amma hədiyyənin timsalında mən sənə bir cızıq qoymalıyam ki, sən məndən deyilsən.